sədəqə bir şeylə məhdudlaşmır. Sədəqənin məfhumu şəriətimizdə genişdir. Şəriətimizdə hər bir yaxşılıq sədəqə sayılır. O şey ki, yaxşıdır, insanların könlünü xoş eləyir və yaxud da Allah razı salır, o şey Allah dərgahında sədəqə yazılır. Onlardan məsələn, misal olaraq, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Alə kulli muslimin sadaqa. Hər bir müsəlmanın üzərinə düşən sədəqə vardır. Hər bir müsəlman. Burada artıq kasıb da gedir, varlı da gedir, xəstə də gedir, sağlam da gedir. Hər bir müsəlmanın üzərinə düşən sədəqə vardır. Səhabələr deyirlər ki, ya Nəbiyyallah, fəmən ləm yecid, və deyir, birdən o kəs ki, sədəqə verməyə bir şey tapmır. Kasıbdır yəni, sədəqə verməyə bir şey tapmır. Neynəsin? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ya'məlu biyədihi fəyənfə'u nəfsəhu və yətəsaddaq. O zaman qoy əli ilə işləsin, pul qazansın, həmin o qazandığı puldan sədəqə versin. Deyirlər ki, fəin ləm yəcid. Birdən bunu da tapmasa, yəni iş də tapmır işləməyə. Aydındır? Pul qazana bilmir. Neynəsin? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, yu'inu zəl həcəti əl-məlhuf. O zaman ehtiyacı olan adamın ehtiyacını qaldırsın. Ehtiyacı olan adamın ehtiyacını qaldırsın. Fərqi yoxdur, bu adam məzlum da ola bilər, aciz də ola bilər. Olsun, zülm olunub, ona kömək eləmək və yaxud da acizdir. Yəni ki, köməyə, yardıma ehtiyacı vardır. Yenə səhabələr deyirlər ki, fəin ləm yecid. Əgər bunu da tapmasa, o zaman neynəsin? Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, fəlyə'məl bil-mə'ruf وَلْيَمْسَكْ عَنِ الشَّرِّ فَإِنَّهَا لَهُ صَدَقَ. O zaman deyir, yaxşılıqlar etməyə davam etsin, yaxşılıqlar etsin və şər işlərdən əl çəksin. Yəni, pis işlərdən əl çəkmək özdə nədir? Sədəqədir. Ki, pis işlərdən əl çəksin. Çünki bu onun üçün sədəqədir. Bu onun üçün, yəni bu xislət. Bu xislət. Yaxşı davranmaq, əxlaq sahibi olmaq, pis işlərdən əl çəkmək özü də nədir? Allah dərgahında bir sədəqədir. Görün, Allahın rəhməti nə qədər böyükdür. Allahın lütfü nə qədər genişdir ki, insan pis işdən əl çəkməsi zaten borcudur, vacibdir ki, pis işlər etməsin. Bununla yanaşı Allah Teala ona sədəqə əcri, mükafatı, savabı yazır. Hədisi İmam Buxari və digər alimlər rivayət etmişdilər.